Ay bu video baxanlar, salam aleyküm. Mən Məmmədov Mikail Mehtoğlu. Bir il əvvəl müraciət eləmişəm ki, bizi köçürün vətənə. Bir il əvvəl ərizə ilə şikayət müraciət eləmişəm. Ki, bizi 3 ailəyik burada yaşayırıq. Bizi köçürün Ağdərə rayonunun Vəngli kəndinə. Bir il əvvəl ərizə ilə müraciət eləmişəm. Cənab Prezidentin sərəncamına görə onun çıxışından sonra dedilər ki, kim istəsə könüllü köçə bilər. Mən də o şəkildə könüllü olaraq gedib ərizə verdim ki, köçəm. Köçürsünə bizi 3 ailəyik. Burada səbəb nədir? Bizi burada niyə ləngidirlər? Hal-hazırda Vəngli kəndində 54 bir köçüb, 29-28-də bir köçüb Vəngli kəndinə. Bax, mənim fikrim odur ki, xalq, əhali baxsın ki, Səidə xanım çıxış elədi ki, niyə köçkünlər getmir ölkəsinə. Getməyənlər var, bilirik, etiraf edirik, var. Yaxşı, gedənləri niyə aparmırlar? Səbəb nədir? Gedənlərə başlanırlar. Mən ərizə verim ki, könüllü. Cənab Prezident, bəlkə də nə vaxtsa rast olar, bu çatdırarlar sizə bu bir görüntünü. Biz köçmək istəyirik, könüllü köçmək istəyirik. Bu məmurlar Qaşınkomda oturanların fikri nədir? Niyə çəkirlər? Siyahının başında məni yazıblar, mənim və ailəmi. 3 ailəni ən siyahını gedib Gədibələ baxmışam. Birinci bizi yazıblar. Yaxşı, nədən bizə aparıb geri çıxardıblar? 54 bir köçüb, 28 bir köçüb, hələ də bizi saxlayıblar burada. Burada bizi niyə saxlayırlar? Səbəb nədir də? Məqsəd nədir? Onu bilmək istəyirəm. Niyə Rövşən Rızayeva mən dəfələrlə müraciət eləmişəm ərizə şəklində? O bir ərizədən sonra 4 dəfə də ərizə vermişəm. Heç bir ərizə icra olunmuyor. Ərizə icra, səbəb nədir? Niyə icra olunmuyor? Məsələ nə yerdə? Niyə köçürmürlər? Səbəb nədir? Son məlumata görə 80 hektar yeri Nəriman adlı bir ağlamlı alıb Vəngdə. O şəxs kimdir ki, gedib oranı alıb? Bu şəxs kimdir də? Bir halda onun pulu var deməli alır da. Mənim kimlərinə pulu yoxdur, imkanı yoxdur, ala bilmirəm. Ərizə ilə müraciət etmişəm, onu da qəbul etmirəm. Eldar Zeynalovun qəbuluna yazılmışam. 2 aydır. Qəbul etmirlər. Amma adını deməyim. Bir şəxslə getmişəm, paqonlu şəxslə, kapitanla. Gedib ora deyir ki, Eldar müəllim rahat oturub kreslosunda, heç kəsdə qəbulda yoxdur. Aşağıda deyirlər ki, adam çoxdur, ona görə də qəbul edə bilmir. Deməli, onlar otursun kreslolarında rahat kef eləsinlər. Biz yetimyesi də bu uçuqlarda qırılaq. Mənim yaşadığım yeri, yaşadığım göstərəcəm indi mən. Mənim yaşadığım yeri. Bax, belə bir yerdə yaşayıram. Bax, diqqətlə baxın. Bax, keçən yağışda, bax, burada təpəmizə tökülüb yağış. Evə dolub. Ağır vəziyyətdə yaşayırıq. İndi burada yaşayış yerim göstərəcəm. Belə bir şəraitdə yaşayırıq. Bir baxın, görün, burada, bax, belə bir yerdə hansı məmur yemək pişirib yeyə bilər? Bax, diqqətlə baxın. Hansı məmur, bax, belə bir yerdə yemək pişirib yeyə bilər? Baxın, diqqətlə baxın. İnsanın Allahı olar, İnsanın Allahdan bir qorxusu olar. Nədən bu şəraitdə yaşamalıyam ki mən? Səbəb nədir də? Nədən erməninin evi mənə çox görürlər? Erməninin evi niyə bizə çox görürlər? Bax, bu şey məni maraqlandırır. O təmirlərdə də gelib baxmışam. Təmirlərə də baxıram. Baxın, baxın. Bax, belə bir şəraitdə. Bax, plətənin üstündə su qızdırıb, burada uşaq əlini yuyur. Burada 11 başıq biz, 11 baş. Belə də olmaz,
Baxın, diqqətlə bizim şəraitə baxın. Nədir məmurların bizə fikri nədir? Məmurlar bizi nə etmək istəyirlər? Öldürmək istəyirlər, bir yolla gəlsin, öldürsünlər də. Öldürsün, canımızı tutarsın da. Niyə bu xalqı prezidentə qarşı qaldırırlar? Səbəb nədir? Bu nankorların səbəbi, fikri nədir? Cənab prezident çıxışında dedi ki, könüllü kim köçərsə köçə bilər. Bizim buynuzumuz çıxıb. Biz də vətəndaşıq da, biz də köçmək istəyirik də. Köçmək istəyirəm, qardaş, mən könüllü getmək istəyirəm. Niyə Rövşən Rzayev icra eləmir ərzəmi? Nədən Eldar Zeynalov məni qəbul eləmir? Səbəb nədir? Nə istəyirlər məndən? Mənim heç nəyim yoxdur verəsi. Lütün verirəm mən. Mən çörək tapmıram yeməyə. Qoysunlar ölümümü azalıb gedim vətəndə ölüm də. Vaxtıma çatıb ölməliyəm, bəlkə səhər yıxıldım, öldüm mən. Mənim 3000 qəbirə verəsi pulum yoxdur, burada mən aparır kimsə 3000 verə. Mənim bir oğlum var, invaliddir, ikinci oğlum da tək uşaqdır, 11 başa baxır. Mən özüm xəstəyim, infarkt keçirmişəm 3 dəfə. Ölüyə tayam mən. Bir oğlum var, o da məni ya gərək 3000 qəbirə verə, ya da ki 600 manat verə yol aparır. Qoyun gedək cəhənnəm xarabımız ölək də. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar qanlarını tökdülər ki, Nəriman adlı biri gedə 80 hektar rəngin səmərəli torpağını ala. Bax, səbəb nədir də? Onu ona kim satıb? Kim verir bu hüquq ona ki, edib alıb vətəndaşın torpağını? Niyə bir şəhidin bir anasına bir sot torpaq verilməyib? Qarabağda gedib məmurlar verirlər ki, deyirlər mina var. Harada mina var? Mina varsa inəyin kiloyu, inəyin çəkisi ən aşağısı 500 kilo inəklər var orada. O axşamatdan otlayır o hörüşdə gedib gözümlə görmüşəm. Yaxşı, bəs inək miniyə niyə düşmür? Nə oldu elə mina bizi gözləyir? Mina bizim əcəlimizdir, bizi gözü gedib miniyə düşək. İnəklər, məmurların fermadakı inəkləri miniyə düşmür. Mənim çəkim 60 kilodur, deyir ki, getmə miniyə düşəsən. Yaxşı, məndən o tərəfə inək otlayır, miniyə düşmür. Nədir bu xof salırlar millətin canına? Nədir də? Yaxşı, o ermənilərdən canımızı qurtardıq. Biz. Allah prezidentimizə dəyməsin. O kişi sərkərdədir. O kişinin qanunların niyə məmura icra eləmir? Bu məmurların fikri nədir? Fikri nədir də? Harınlayıblar. Yeyib millətin varın, dövlətin bu talayıblar. Ciblərinə doldurublar, harınlayıblar. Mən görmüşəm, o internetdə baxıram onların villalarına. Məmurların villalarına. Burada Mərdəkanda da yaşayıram, görürəm hamısını. Mən də millət tikmə, niyə tikə bilmirəm ki? Çünki mənim lütüm biriyəm. O məmuru gör, mən uzun müddət usta işləmişəm, fəhlə işləmişəm. Amma bir qəpiyin dalına qoymamışam. Soruşan yox ki, villanı nə ilə tikib o? Onun qarnı yerə dəyir, o zəhmətlə tikib onu, işləyib qazanıb. Fəhləçilikdə bir şey yoxdur, mən işləmişəm. Fəhləçilikdə heç nə yoxdur, pul yox, ancaq çörək taparsan. Elə tapmazsan. Mən 30 il fəhləçilik ustaçılıq eləmişəm. Yox, şimdi biz nə eləyək? Bizə bir yol göstərsin cəmiyyət, bir qiymətləndirsin mənim danışığımı. Görsünə nə şəraitdə yaşayır. 11 nəfər bax burada olur, 11 nəfər. Bir damın içində 3 hissəyə bölünmüşük. 3 ailəyik biz. Hamımız bax bu uçuqlarda olur. Yəni birində çəkirəm, ikisi də o yanda var. Yəni mənim fikrim odur ki, bizi buradan köçürsünlər. Mən devlətin işini istəmirəm. Nə pul istəmirəm, nə var istəmirəm. Pensiya vaxtım keçib gedib 60 yaşımda pensiya çıxartmayıblar, deyirlər. Öləndə qəbirdə, mən qəbirdə pensiya lazımdır. 3 ildən sonra mən öləcəm. Mənə pensiya lazımdır qəbirdə. Kim alacaq mənim qəbirdə pensiyamı? Onu da eləmirlər. 30 il, 32 il mən can qoymuşam, işləmişəm. Fəhləlik eləmişəm, ustalıq eləmişəm. O indi devlətdə nəsə istəmirəm ki mən. Mən sadəcə olaraq buradan köçürməyimi istəyirəm, köçürməyimi. Mənim ərzəmi niyə arxaya keçiriblər?
İlk ərizəni mən yazmışam. Deyirlər ki, orada Gövvəngdə ora Ağdərəlilər köçür. Ha, bunu başa düşdüm. Ağdərəlilər köçür, yaxşı. Və nədən Kəlbəcəri köçüb? Nədən 6 Ağdamlı köçüb? 6 ev Ağdamlıdır, 3 ev Kəlbəcərdəndir. Yaxşı, o Ağdərə deyil ki. Kəlbəcərin Çıraqlı kəndi. Nə vaxt Ağdərə olur ki? Mən uşaqlığımı orada keçirmişəm. Həmən Çıraqlı kəndində. Ələkbərin 3 oğlu, 3-ü də Vəngə köçürülüb. Kəlbəcəri dolurlar. Yaş bəs onlar niyə köçürüblər? Məsələ nədir də? Mənlə bunların qərəzi nədir? Mənim bizə çarəm qalıb. Bu külfədi yığam, hamısını aparan prezident aparatın qabağına tökəm. Ki, bizi Eldar Zeynalov, Rövşən Rızayev bizi bax bu şəkilə qoyub. Bəlkə bizim prezidentin xahişimizi prezidentə çatdırarlar ki, bəlkə bizi köçürərlər buradan. Ki, nə istəyirəm mən devlətdən? Erməninin evidir də, köçürsünlər də. Köçürsünlər ki, uşaq gedək də, nə istəyirlər buradan? Nə araq indi biz burada? Ay qardaş, mən Bakını istəmirəm. Belə məcbur deyil, Bakını istəmirəm. İstəmirəm Bakıda yaşamağa. Mən sizdə 30 il çürümüşəm. Köçürsünə çıxım gedim də. Ailə burada niyə qırılmalı ki? Niyə bizi köçümlə geri qaytarırlar? Səbəb nədir də? Qaçınkomun qaynar xətti var. Niyə inirlərsə qaynar xətti işləmir? Qoy səsimi cənab prezident eşitsin. Hörmətimiz var o kişiyə. O kişi Şah İsmail kimi bütöv Azərbaycan yaratmaq istəyir. O kişinin qanunları bu məmura icra eləmirlər. Mənim 60 yaşım, o kişi məndən 6 yaş böyük. Qoyun prezidentimiz nə qanun versə qoy işləsin də. Niyə məmurlar bu şəkildə qoyur ki, bu ölkəni? Səbəb nədir? Bunlar nə etmək istəyirlər?